Məndə Varam marafonu 14-cü gün. Mövzu özünü seçmək niyə çətindir? Özünü seçmək, özünə xəyanətdən, özünə sədaqətə. Çox qadın başqalarını sevməyi öyrənib, amma özünü sevməyi yox. Başqalarına qayğı göstərməyi öyrənib, amma özünə qayğı göstərməyi yox. Başqalarının ehtiyaclarını hiss etməyi öyrənib, amma öz ehtiyaclarını hiss etməyi unudub. İllər keçdikcə bu həyat tərzinə çevrilir və bir gün qadın yorulur, tükənir, özünü itirir. Sonra isə özünə belə deyir: "Mən artıq kim olduğumu bilmirəm." Amma problem onun kim olmasında deyil. Problem illərlə özünü seçməməsindədir. Özünü seçmək nədir? Özünü seçmək yalnız özünü düşünmək demək deyil. Özünü seçmək başqalarını həyatından çıxarmaq da deyil. Özünü seçmək özünü də həyatında önəmli biri kimi görməkdir. Öz hisslərini dinləməkdir, öz ehtiyaclarını görməkdir, öz sərhədlərinə hörmət etməkdir, özünü hər zaman sonuncu sıraya qoymamaqdır. Çünki sən də bu həyatın içindəsən, sənin də ehtiyacların var, sənin də arzuların var, sənin də yorulmağa haqqın var, sənin də xoşbəxt olmağa haqqın var. Bəs özünü seçmək niyə çətindir? Çox qadın özünü seçmək istəyəndə günahkarlıq hiss edir, çünki uşaqlıqdan müəyyən mesajlar alıb ki, əvvəl başqalarını düşün, yaxşı qadın özünü düşünməz, sən hər şeyə dözməlisən, qadın ailəsi üçün yaşamalıdır. Bu cümlələr zamanla şuuraltı inanclara çevrilir və qadın hər dəfə özünə vaxt ayırmaq istəyəndə daxilində bir səs deyir: sən egoistsən, başqalarını düşünmək lazımdır, özünü seçmək ayıbdır. Amma bunlar həqiqət deyil. Bunlar illərlə öyrənilmiş düşüncə modelləridir. Günahkarlıq hissi hardan gəlir? Günahkarlıq hissi çox vaxt pis bir insan olduğumuz üçün yaranmır. O, köhnə qaydaları pozmağa başlayanda yaranır. Əgər illərlə hamıya hə demisənsə, bir dəfə yox deyəndə özünü narahat hiss etməyin normaldır. Əgər illərlə özünü sona saxlamısansa, bir gün özün üçün seçim eləyəndə günahkar hiss edə bilməyin normaldır. Bu hiss dəyişə bilər. Hə, yeni davranış əvvəlcə narahatlıq gətirəcəkdir, amma bu narahatlıq da inkişafın bir hissəsi olacaqdır. Özünü seçmək egoizmdirmi? Yox. Egoizm nədir? Başqalarının ehtiyaclarını görməməkdir. Özünü seçmək isə öz ehtiyaclarını da görməkdir, başqalarının da ehtiyaclarını görməkdir. Sağlam insan yalnız başqalarını düşünmür, özünü də düşünür. Çünki boş bir qab başqasını doldura bilməz. Enerjisi tükənmiş insan uzun müddət başqalarına da faydalı ola bilməz. Özünə qayğı göstərmək, başqalarına sevgini azaltmaq demək deyil. Sevginin içində özünə də yer verməkdir. Bəs özünü seçəndə nə dəyişir? İnsan özünü seçməyə başlayanda daha az üzülür, daha az incinir, daha az küskünlük yaşayır, daha rahat yox deyə bilir, qərarlarını qorxu ilə yox, dəyərləri ilə verir, başqalarının təsdiqinə əvvəlki qədər ehtiyac duymur. Çünki artıq öz təsdiqini özü verə bilir. Bu isə daxili rahatlıq yaradır. Özündən soruş. Bugün bu sualları ver. Mən sonuncu dəfə nə vaxt özüm üçün bir seçim etmişəm? Mən öz ehtiyaclarımı nə qədər önəmsəyirəm? Mən özümü seçəndə hansı hiss yaşayıram? Bu hissi həqiqətən özümlə bağlımı yaşayıram? Yoxsa mənə öyrədilib? Əgər özümü seçməkdən qorxmasaydım, həyatımda nəyi dəyişərdim? Bu sualları nəzərdən keçir və cavabla.
Unutma, sən başqalarının həyatını gözəlləşdirmək üçün bu dünyaya gəlmisən, amma öz həyatını unudaraq yox. Özünü seçmək heç kimi itirmək deyil. Əksinə, illərlə itirdiyin özünə yenidən qovuşmaqdır. Çünki insan əvvəlcə özü ilə sağlam münasibət quranda, bütün digər münasibətləri də dəyişməyə başlayır. Bugün özünə bir söz ver. Mən bundan sonra başqalarını sevərkən özümü unutmayacağam. Çünki özünü sevmək egoizm deyil, özünə verilən dəyərin və sevginin ən gözəl ifadəsidir.